2024-cü ildə Amerikada 14 yaşındakı bir gənc hamı kimi ChatGPT-dən öz dərslərində kömək olmaq üçün istifadə edirdi. Lakin bir müddətdən sonra ChatGPT yalnız dərslərindəki dəstəkçisi yox, eyni zamanda öz əzab verici hisslərini və fikirlərini bölüşdüyü bir dosta çevrilmişdi. Təəssüf ki, bir müddətdən sonra həmin gənc intihar etdi. ChatGPT-nin qurucuları onun insanlara mənfi təsir etməyəcək şəkildə qurulduğunu qeyd edirdi. Ancaq gəlin baxaq, bizim hər dediyimizi təsdiqləyən və bizi söhbətdə tutmağa çalışan bir sistem var. Və təəssüf ki, günümüzdə insanların çoxu bu sistemdən öz terapevtləri kimi istifadə edirlər. Bu insan psixikası üçün zərərlidir. Ona görə ki, bizi real həyatdan uzaqlaşdırır və bir robotla emosional bağ qurmağımıza təşviq edərək bizi özümüzə qapanmağımıza səbəb olur. Bu səbəbdən gəlin diqqətli olaq, həm yaxınlarımızı, həm özümüzü qoruyaq. Özünüzdə hər hansı bir narahatlıq hiss etdiyinizdə mütləq yaxınlarınızla bölüşün, lazım gəldikdə mütəxəssis dəstəyi almaqdan çəkinməyin.